Salam dəyərli izləyicilər. Hər birinizi X Akademidən salamlayıram. Bazar günü olacaq OTK-nın sınavına uyğun bir sınaq paylaşıram. 6 mövzunu, yəni imtahana düşəcək mövzuları əhatə edir. Qeyd edim ki, bu sınağı həm Telegram kanalımızda, həm də WhatsApp qruplarımızda paylaşmışıq. Linklər rəy bölməsində var. Keçid eləyin, qoşulun. Ümid edirəm ki, sizin üçün faydalı olacaq. Başlayaq uşaqlar vaxt itirmədən birinci sualdan. Deyir ki, bankdakı bütün işçilərin 30%-nin, burada işləyən qadınların isə 50%-nin yaşı 30-dan çoxdur. İşçilərin 80%-nin kişi olduğuna görə kişilərin neçə faizinin yaşı 30-dan çoxdur. İndi uşaqlar, bu tip suallarda biz bankda nə qədər işçi var bilmirik. X də götürə bilərik. Biz fərz eləyək ki, 100%-dir, düzdür? 100% və yaxud da 100 kimi qəbul eləyək. Baxın, işçilərin 30%-nin, burada işləyən qadınlar isə 50%-nin yaşı 30-dan çoxdur. İşçilərin 80%-i kişidir. Bax, bu 100% işçidən 80%-i kişidir, 20%-i qadındır. Və burada işləyən qadınların 50%. Axı, qadınlar 20 idi. Bunun 50%-i də, yəni yarısı 10'u 30 plusdur. Onu da, yəqin ki, 30 minusdur. Doş olur, 30-dan azdır. İndi, kişilərin neçə faizinin yaşı 30-dan çoxdur. İndi uşaqlar bizə bir şərt də verir. Baxın, deyir ki, bütün işçilərin 30%. Yəni toplamda 100-ün 30-u. Bir dəqiqə uşaqlar. Baxın, toplamda 30 nəfərin, belə deyək, 30-un yaşı 30-dan çoxdur. 10 dənəsi, bura 30 yazmışam uşaqlar. 30 düz yazmışam. Baxın, 10 nəfərin, bu 20 nəfər qadından 10 nəfərinin yaşı 30-dan çoxdursa, toplamda da 30 nəfərin yaşı 30-dan çox idi deyə, burada da 20 nəfər qalır. 20 nəfərin yaşı 30-dan çoxdur. Kişilərin neçə faizinin yaşı 30-dan çoxdur. Neçə nəfər qaldı? 20 nəfər. Yəni B bəndi. Məsələn, 2. Arif ilə Marif bir işin 8-də 5 hissəsini 10 saata yerinə yetirirlər. İndi uşaqlar, bu ikisi birlikdə bu işi yerinə yetirir. Onlar 4 saat işlədikdən sonra qalan işi 18 saata yerinə yetirir. İndi uşaqlar, 8-də 5 hissəsini, baxın, ikisi birlikdə 10 saata yerinə yetirirsə, tam hissəsini x çarpaz vursaq, x bərabərdir 8-də 5x bərabərdir 10. X bərabərdir 10 bölünsün 5-də 8. Bundan bu gedər 2 qalar, 2-nin də 8-ə 16. Deməli, ikisi birlikdə 16 saata işi tam bitirərlər. İndi bunlar 4 saat işləyiblər. Yəni, işin 16-da 4-ü gördük. Düzdür? Qalıb 16-da 12-si. Yəni, uşaqlar, işin 16-da 12-si qalıb. 16-da 12-sini də Arif tək 18 saata yerinə yetirir. Onda tam hissəsini x. Yenə çarpaz vuraram. Görək Arif işi tam neçə vaxtda bitirəcək. Bərabərdir 18-ə. Buradan x bərabərdir 18. Vurulsun 12-də 16. Əvvəlcə 4-ə ixtisar eləyərəm. Burada 4 qalar. Burada 3. Bununla da bu gedər. Burada 6 qalır. 6 4-ümdə 24. Deməli uşaqlar, Arif 24 saata bitirər bu işi. İndi bizə lazımdır. Marif neçə saata bitirər? İnşallah ikisi birlikdə 16 saata bitirirdisə, 1 saata 24-də 1, Marif də x-dir deyə, x də y deyəkdə, y-də 1 bərabərdir 16-da 1-ə. Orta məxrəc 24 y-də 24 üstəgəl y bərabərdir 16-da 1. Çarpaz vursam 24 y bərabərdir 240 üstəgəl 10 y. Bunu da sola keçirsəm, daha doğrusu uşaqlar üzr istəyirəm. Bu 10 deyil, 16-dır. Vuranda olacaq 24 y bərabərdir. 24 vur 16, üstəgəl 16 y. Sola keçirəndə 24-dən 16 çıxanda qalacaq 8 y bərabərdir. 24 vur 16, 8 ilə 24 gedər 3 qalar. Y də bərabərdir 3, 16, 48. Oldu B bəndi. 3. 3n plus 1 bölünsün 2n plus 4. Kəsri düzgün olmayan kəsir olarsa, n-in ala biləcəyi ən kiçik qiyməti tapın. Düzgün olmayan kəsir olması üçün, belə deyək də, sürət məxrəcdən böyük bərabər olmalıdır ki, bu düzgün olmayan olsun. N-i sola, 1-i də sağa keçirdərəm. 3-dən böyük bərabər olacaq. Ən kiçik qiyməti də 3-dür. 4.
A bərabərdir 1 bölünsün 1,5. B bərabərdir 1 bölünsün 1,155. C bərabərdir 1,4-ə 5. Ədədlərini müqayisə edin. Və biz də kəsrlərin müqayisəsində iki hala baxmışdıq. 1. Sürətlərin bərabər olduğu hal. 2. Məxrəclərin bərabər olduğu hal. Burada sürətlər bərabərdir. Sürətlərin bərabər olduğu halda da məxrəci kiçik olan böyükdür. İndi hansı ən kiçiksə məxrəcdə, deməli ədəd ümumi olaraq o böyükdür. İndi uşaqlar, aydın məsələdir ki, 1,155 1,5-dən böyükdür. Yəni bu məxrəcdən böyükdür. İndi gəldik buna, uşaqlar, bu dövrdə axı sonsuza qədər gedir də, düzdür? Təbii ki, bu da bundan böyük olacaq. Ən böyük məxrəc budur, sonra budur, sonra bu. Onda məxrəci böyük olan kiçikdir deyə ən böyük ifadə A olacaq. A böyükdür B, o da böyükdür C, yəni A bəndi. 5-ci sual. A müəyyən ədədlər ardıcıllığının hasilidir. B də eyni qaydada A, B-ni soruşur. Uşaqlar, yuxarıdakı ifadəni 1-in üstə 2-də 1 gəlsəm, baxın, olacaq 2-də 3 vurulsun. 1-in üstə 3-də 1 gəlsəm, olacaq 3-də 4 vurulsun. 1-in üstə 4-də 1 gəlsəm, olacaq 4-də 5 və s. 1-in üstə 10-da 1 gəlsəm, olacaq 10-da 11. Və diqqətlə baxsaq, bu şəkildə ixtisar gedir hamısı. Və s. Bu da getdi. Qaldı 2, bir də 11. Yəni A oldu 2-də 11. İndi eyni qaydada B. 1-dən 2-də 1 çıxanda qalır 2-də 1. 1-dən 3-də 1 çıxanda qalır 3-də 2. 1-dən 4-də 1 çıxanda qalır 4-də 3. Vurulsun, nöqtələr vurulsun. 1-dən 10-da 1 çıxanda qalır 10-da 9. Və bu şəkildə ixtisar gedir. Qaldı bu da 10-da 1. İndi uşaqlar, B də oldu 10-da 1. Bizə də deyir ki, A vur, B-ni tap. Yəni 2-də 11 vur 10-da 1. Olacaq 20-də 11. Yəni D bəndi. 6-cı sual. A ədədinin 15% ilə B ədədinin 75%-nin cəmi 90-a. Uşaqlar, A-nın 15%-ni tapırsan, A-nı vurursan 15-ə, bölürsən 100-ə. Üzərinə gəlsən B-nin 75%-ni. B-ni vurursan 75-ə, bölürsən 100-ə. Bərabərdir 90-a. Biraz bunu sadələşdirək. Hər tərəfi 100-ə vursam, bu, ixtisara qədər, burada da qalar 100. Olacaq 15A, üstə gəl 75B, bərabərdir 9000. 5-ə, daha doğrusu 5-ə yox elə, 15-ə ixtisar eləyə bilər. 15-ə ixtisar eləsəm qalacaq A, üstə gəl 5B, bərabərdir 15-ə böləndə qalır 600. Bu birinci. Keçdik ikinciyə. A ədədinin 25%, yəni A-nı vurursan 25-ə, bölürsən 100-ə, üstə gəl. B-nin də 40%, B-ni vurursan 40-a, bölürsən 100-ə, bərabərdir 82-yə. Bunu da 100-ə vursan, bunlar gedər, bu olacaq 8200. 25A, üstə gəl 40B, bərabərdir 8200. Bunu da 5-ə ixtisar etsək. 5A, üstə gəl 8B, bərabərdir 8200. İndi 5-ə bölmək lazımdır. 1, 32-nin içində 6, 20-nin içində 4, 1640. Və uşaqlar, bunu da hər tərəfini 5-ə vursan, olacaq 5A, üstə gəl 25B, bərabərdir 3000. Və diqqət edin, bunu gətirib burada yazırım. Və aşağıdan yuxarını çıxaram. 5A-dan 5A 0, yəni yazmıram. 25B-dən 8B çıxsam, nə qalacaq? 16 qalır, 17B qalır. Bərabərdir. 3000-dən də 1640 çıxarım. Qalacaq 1360. Şuralar aydındır ki, B burada 136-cında 17 8 dəfədir, 80 qalır. B-ni 80 tapdıq. Bizə A da lazımdır. Gətirək yazaq burada yerini. A plus 5 vur 80 bərabərdir 600. A bərabərdir 5 80-ə vuranda 400 eləyir, 600-dən çıxanda 200. A oldu 200, B də oldu 80. Cəmi də 200 ilə 80-in cəmi 280. 7-ci sual. Deməli, əkov bölünsü nə bu uşaqlar? Bilirik ki, C-dir. C də ortaq olmayan vuruqların hasilidir. Uşaqlar, indi ortaq olmayanlara baxırıq. Şifahi şəkildə yazacaq. 2n, 2 üstü n dənə 2 buradadır, n plus 1 dənə 2 buradadır. Bir dənə 2 artıqdır da, deməli ortaq olmayan 1, 2 var, vurulsun. N plus 2 dənə 3 buradadır, n dənə 3 buradadır. 2 dənə də 3 burada artıqdır, deməli 3-ün kvadratı da bu eləyir, bərabərdir. 2 vurulsun 9.
18 D bəndi. Növbəti. Bunu həll elədikmi? Hə, növbəti. AB 2 rəqəmli ədədi üçün AB plus A plus B 36 olarsa A-nın ala biləcəyi qiymətlərin sayı. Uşaqlar açılışını yazaq. Unutmayaq ki, A və B rəqəmdir. Çünki 2 rəqəmli ədədi təşkil ediblər. Bu bizə lazım olacaq. Bunun açılışı 10A üstəgəl B üstəgəl A üstəgəl B bərabərdir 36. Olacaq 11A üstəgəl 2B bərabərdir 36. Uşaqlar, bəzən burada sualları həll edəndə, digər sınavlarda da bəzən hesab səhvinə yol verirəm. Bəzən uşaqlar o tələsdiyim üçün olur, bəzən də yorğunluqdan olur. Ümid edirəm ki, başa düşürsünüz. Elə olanda da səhvlər olanda rəy bölməsində qeyd edin, digər yoldaşlar da görsün, səhv öyrənməsinlər, səhvləri düzəltsinlər. Bu sualları da sınavlarda qruplarımızda paylaşmışıq. Mütləq şəkildə qoşulun, baxın, əldə edin. Paylaşmadan, burada izahlar olmadan əvvəl özünüz yazın. Sizin üçün çox faydalı olacaq. Deməli, indi uşaqlar, bunu yazdıq. A ilə B-nin də rəqəm olduğunu bilirik. Məsələn, A-ya 1 versən, diqqətlə baxın. 11-i 1-ə vuranda eləyəcək 11. 36-dan 11 çıxanda qalır 25. 25-i 2-yə böləndə 12.5 olur. Həm ondan böyükdür rəqəm olmaz, həm də tam deyil. Deməli, A1 ola bilməz. A-ya 2 verək. 2 versən, bu 22 eləyəcək. Baxın, 22. 36-dan 22 çıxdım, qaldı 14. 2B bərabər olur 14-ə, B də bərabərdir 7. Baxın uşaqlar, A2, B7 olsa, bu şərt ödənir. Deməli, ədəd 27 ola bilər. Baxaq başqa ədədə. Bu doğrudur. A-ya 3 versən, bu 33 olacaq. 36-dan çıxanda da burada 3 qalacaq. 2B bərabər olacaq 3-ə. 2B bərabər olacaq 3-ə. Bu da bizə sərf eləmir. Niyə? Çünki B 1.5 olur. 1.5 də rəqəm deyil. Bundan sonra A-ya 4 verəndə 44 olur. Gərək B mənfi olsun. Bu da rəqəmli şərtin pozur. Və salam. Deməli, A-nın neçə dənə qiyməti var? Bir dənə. C bəndidir. 9. A bölü B bərabərdir 7. Uşaqlar, aşağı sinifdən keçdiyimizə görə A bərabərdir. Deməli, natamam qisməti bölənə vurub üzərinə qalıq gəlməliyik. 7B üstəgəl 4. Eyni qayda da burada. B bərabərdir 8C üstəgəl 3. Və biz buradan B-ni gətirib burada yerinə yazaq. A bərabərdir 7 vurulsun. 8C üstəgəl 3 üstəgəl 4. Nə alınacaq? A bərabərdir 56C üstəgəl 21 üstəgəl 4. Yəni qısası A bərabər olur 56C üstəgəl 25. A ədədimiz budur. İndi bizə deyir 14-ə bölünməsindən qalıq. Bu 14-ə bölünür. Burada qalıq 0. Bunu 14-ə böləndə isə 1 tam, natamam qismət 1 düşür, qalıq da düşür 11. Bizdən də qalığı soruşurdu, oldu 11. 10-cu sual. A və B qarşılıqlı sadə ədədləri üçün bu şərt ödənilir. A ilə B-ni tap. Uşaqlar, deməli, 10-da 4 yazaq. Baxın, 3A çıx 4B bölünsün 2A üstəgəl 5B. Bilirik ki, bax, bu 10-da 4, 10-da 4 deməkdir də. İxtisar eləsəm 5-də 2 olacaq. Bərabər eləyərəm, yazaram 5-də 2-yə. Sonra çarpaz vuraram. 5-i 3A çıx 4-ə vuraram. 3A çıx 4B. 2-ni də 2A plus 5B-yə vuraram. Olacaq 15A çıx 20B. 4A üstəgəl 10B. 4A-nı sola keçirərəm, qalacaq 11A. 20B-ni də sağa keçirərəm, olacaq 30B. Düzmü yazdıq? Yəqin ki, düz yazmışıq. Şöyle A bərabər olacaq 30-a, B də bərabər olacaq 11-ə. Və 30 ilə 11 qarşılıqlı sadədir. Şərtimizi də ödəyir. Olacaq 30 üstəgəl 11. Bərabər oldu 41-ə, yəni D bəndi. 11-ci sual. M çıxılsın 2-nin modulda, bir də bu modulda 0-dır. İki ayrı-ayrı ifadənin biri moduldur, biri kök hər zaman müsbət olmalıdır ya da 0 olmalıdır. İki müsbət ədədin cəmi də bizə 0 verməz. Deməli, bunlar ayrı-ayrıda 0-dır. M çıx 2n bərabərdir 0. M bərabərdir 2n. Bir də şolar, bu ifadə kök altında n çıx 2-də 1-in kvadratıdır. Kvadratı bərabərdir 0, n çıx 2-də 1 də bərabərdir 0, n də bərabərdir 2-də 1. M onda bunun 2 qatıdır deyə olur 1.
Bizə də cəmini soruşur. 1 üstəgəl 2-də 1 olacaq 1,5. Yəni hanı 1,5? Hə, A bəndi uşaqlar. 3 bölü 2. 12. X çıx 2 ədədi tərs mütənasibdir y kvadrat plus 1 ədədi ilə. Uşaqlar, tərs mütənasib nədir? Bir ədəd n dəfə artırsa, digər ədəd n dəfə azalmalıdır. Ədəd də ola bilər, ifadə də ola bilər, fərqi yoxdur. İndi x-ə 3 verəndə bu 1 olur. Y-ə deyir, x-ə 3 verəndə y 2 olur. X-ə 3 verdim, y-ə də 2 yazalım. 2-nin kvadratı 4 plus 5. Deyir, y 3 olanda x-i tapın. İndi uşaqlar, y-in yerinə 3 yazaq. 3-ün kvadratı plus 1. 9 eləyir. 9 plus 1, 10 eləyir. İndi uşaqlar, diqqətlə baxın. Tərs mütənasibdir axı. Bu 1, 5'dir. Bu neçə dəfə? 2 dəfə artdı. Deməli, bu 2 dəfə azalmalıdır da. Tərs mütənasib olduğu üçün 2-də 1. Deməli, x çıxılsın 2 bərabər olmalıdır 2-də 1'ə. X də bərabərdir 2 üstəgəl 2-də 1. Yəni 2 tam 2-də 1. 2 tam 2-də 1 də 2-də 5 olur, səhv eləmirəmsə. B bəndi. 13. Bir məhsulun satış qiymətinə 40% endirim edildikdə 20% xeyir əldə olunur. Bu məhsul endirimsiz satılsaydı neçə faiz gəlir əldə olunur? Uşaqlar, 40% endirim olunubsa, deməli 60% belə deyək də 60%lıq qiyməti satılıb və bu bizə verir nəsə 120%lıq gəlir. Niyə? Çünki normalda 100 olmalıdırsa 20% xeyir verib. Bizdən 100%lıq hissəsini soruşur. Bu da x. 60x bərabərdir 120 vur 100. 60 ilə 120 edər 2 qalar. X də bərabər olacaq 200-ə. Deməli, bərabər oldu 200. Düzmü yazdıq? Hə, düz yazdıq. Həvəs salamşalar. X oldu 200. İndi cavab 200 deyil təbii ki. Niyə görə? Normalda 20% gəlirdirsə, bu 100 çıxılır. Bax, 100-ün üzərində göstərildi. Öz gəliri 100%dir. 200 olubsa, deməli, əlavə də 100% gəlir verib, olub A bəndi. Keçsək açıq tipli sualları. 14. Düzbucaqlı üçbucağın anında bir dənə düzbucaqlı üçbucaq çəkirik. Gözəl sualdır bu. Ümid edirəm ki, həll etməyi bacarmısınız. Ümid edirəm ki, həll eləmisiniz. Əvvəlcə düşünək. Düzbucaqlı üçbucağın iti bucağının tənböləni. İti bucaq bunu götürək. Tənböləni çəkdim. Uşaqlar, tənbölən deyəndə ağlınıza ilk öncə onun xassələri gəlməlidir. Düz bucaq təpəsindən də bir dənə median çəkirəm. Median da nə edir? Qarşı tərəfi yarıya bölür. Və deyir ki, çəkilən medianı təpədən başlayaraq 1-2 nisbətində bölür. Yəni, baxın, bura K-dır, burada 2K-dır. İndi uşaqlar, bu üçbucağa fikir verin. Bizə verilənlərdən görün nə əldə edə bilərik. Bax, üçbucağımız budur. Balaca üçbucağa baxaq. Bu tənbölən olduğu üçün K 2K olaraq bölünübsə, bu tərəfdə X 2X olaraq bölünməlidir də. Və bu mediandır, tərəfi yarıya bölüb deyə, burada nədir? 2X-dir. Və salam, bu tərəf 4X-dir, bu tərəfdə X-dir. Və bunun özü də böyükdə də tənbölən olduğu üçün bu tərəflər necə bölünübsə, bu tərəflər də elə bölünməlidir. Y 4Y. Bizə də nisbəti y böl 4y olacaq 1 böl 4. Çox gözəl sualdır. 15. Verilmiş şəkildə ABC bərabər tərəfli üçbucaq. AB perpendikulyardır ON, yəni bunların xəttlərin hər biri perpendikulyardır. Bunu bilmirəm, buna x deyək. Çünki qeyd olunmayıb da. AB 6 kök 3'dür. Uşaqlar, bu bərabər tərəflidir deyə hər tərəf 6 kök 3'dür. Bu nəzərinizdə olsun. Əlinizdə olan bütün məlumatlar yazın. Bu x-i soruşur, OY parçasını soruşur. Uşaqlar, təbii ki, bərabər tərəfli üçbucaqdır və hündürlüyü kimi varsa, biz burada sahədən istifadə edəcəyik. O da necə? Uşaqlar, tərəf var. Bütöv sahəni tapa bilərəm də. A kvadrat kök 3 böl 4. A-nın yerinə bunu yazaram. Bunun kvadratı 36 vur 3 vur kök 3 böl 4. Bununla bu gedər 9 qalar. Olacaq bütöv sahə 27 kök 3. İndi uşaqlar, mən bunu 3 dənə üçbucağa bölmüşəm. Bax, bunun sahəsi belə olacaq. 2 vurulsun 6 kök 3 bölünsün, belə deyək, 2. Deməli, S1 olsun. 2 vur 6 kök 3 böl 2. Oldu 6 kök 3. S2, bura S1'dir. Bura S2'dir. Daha doğrusu, bax, bura S2'dir. Nə olacaq? X vurulsun
6 kök 3 bölünsün 2. Doğacaq 3 kök 3 x. Və bu tərəf 3 vurulsun 6 kök 3. Bu da S3 olsun da. 3 vurulsun 6 kök 3 bölünsün 2. Bu da olur 9 kök 3. Bu üçünün cəmi 6 kök 3, 9 kök 3, 15 kök 3. Üstəgəl 3 kök 3x bərabərdir bütöv sahəyə, yəni 27 kök 3. Kök 3'lər hamısında var, ixtisar gedər. 15 üstəgəl 3x bərabərdir 27. Buradan 3x bərabərdir 27-dən 15 çıxanda 10 qalır. Bir dəqiqə. 12 qalır. X də bərabərdir 4-ə. Onu necə tapdıq biz? X oldu 4. 15-ci sualda bitdi. 16. Verilmiş şəkildə BA paraleldir YD-yə, BC paraleldir FD-yə. DF şüası da tənböləndir. CDY-nin tənbölənidir. Buna görə BCD-ni tap. Uşaq əslində çox rahat sualdır. Bura 65-dirsə, uyğun bucaqlardır. Burada 65-dir. Və bu tənbələn olduğu üçün burada 65 olur. Və nəticədə bura olur 130. Və uşaqlar, bu 65-dirsə burada nədir? 115-də qonşusudur. Bu da olsun x. Baxın, bu 115-in, x-in, bir də 130-un cəmi 360 verməlidir bizə. 115 üstəgəli 130 üstəgəli x bərabərdir 360. 100 yox, 245 plus x bərabərdir 360. X bərabərdir 360 çıx 245. Neçə edir uşaqlar? Neçə edir? 115 edir. 17. Aşağıda verilənlərə görə AB tərəfinin ən böyük qiymətini tapın. Belə bir xətt çəkək. Fərqi yoxdur uşaqlar, digər tərəfdən çəkə bilərik. Bu üç bucaq 8 və 7-dir. Bu tərəfdə olsun bir y. Bilirik ki, y kiçikdir 8 plus 7-dən, böyükdür 8 minus 7-dən. 8 minus 7-dən. Yəni 1-dən böyük, 15-dən kiçikdir. Tam qiymətindən söhbət gedir deyə 15-dən kiçik götürərəm. 14 olar. Bura olsun 14. Və x kiçikdir 14 plus 4-dən, böyükdür 14 minus 4-dən. Yəni x-imiz 10-dan böyükdür, 18-dən də kiçikdir. Ən böyük qiymətli oldu 17. Şərtimizi bəs ödəyirmi? Bura 17 olsa, bura 4 olsa 21, bəli ödəyir. Tamamilə də doğrudur. Bəli ödəyir. 18. AB parçası bu A olsun. Bu da B olsun. A nöqtəsindən başlayaraq C nöqtəsi ilə tutaq ki, C burada olsun. C burada olsun. C nöqtəsi ilə 6, 7 nisbətində bölünür. 6K buradır, 7K buradır. Toplamda 13K'dır. D nöqtəsi ilə isə 9, 14 nisbətində, 9, 4 nisbətində bölünür. Burada D olsun. Yəni, bura qədər 9-dur. Bura qədər də 4K'dır. İndi uşaqlar, baxın. Bura 4K yaza bilərəm. Axı, bura qədər 9-dur. 6-sı buradadırsa, burada qalır 3K. Və salam, bax, bunlar sildik. Bura qədər 7K'dır. Şərt ödənir. Bu da 6K'dır və salam. DB 12-dir. DB 4K'dır. 4K bərabərdir 12. K oldu 3. CD-ni soruşur. CD-də 3K'dır. 3 vurulsun 3. O da bərabərdir 9. Və salam, cavab oldu 9. 19. ABC üç bucağının daxilinə çevrə çəkilmişdir. Verilənlər əsasın x-i tap. Uşaqlar, iki yolla eləyəcəm. Bunun bir düsturu var. Burada R bərabərdir. Kök altında A, B, C böl A plus B plus C. Adətən mən bu düsturu unuduram. Uşaqlar, burada A ilə 1, 2-dir, B 3-dür, C-də x-dir da toxunanlardan 1-1-dir. Radiusumuz da 2-dir. Yerinə yazıb hesablayırıq. Gəlin, 1 belə yazaq. 2 bərabərdir. Kök altında 2 vur 3 vur x. Aşağıda da 2 plus 3 plus x. Kvadratı yüksəlsəm 4 bərabərdir 6x. Böl 5 plus x. Çarpaz vursam 6x bərabərdir 20 plus 4x.
X da 2x bərabərdir 20, x da bərabərdir 10. Bu 1. Cavab oldu 10. İkinci, sahə düsturun, radius düsturumuz var idi. Nə idi? 2s bölünsün a plus b plus c. Bilirik də uşaqlar bunu. A plus b plus c. Bundan da istifadə edib tapa bilərik. Bilirik ki, toxunanlar bərabərdir. Bura 2-dirsə, burada 2-dir, burada 3-dür. Yuxarıda 2 vurulsun s, aşağıda perimetr. Bunların cəmi 4, bu da 6. 10 plus 2x. 10 plus 2x bərabərdir. Sahəni də herondan taparıq uşaqlar. P bərabərdir 10 plus 2x bölü 2, 5 plus x. S də bərabərdir kök altında 5 plus x. P vurulsun, P çıxılsın x. 5 plus x-dan 2 plus x-i çıxaram. Qalacaq 3. 5 plus x yox, x plus 5 yazarım, asan olsun. X plus 5. X plus 5-dən bir dəfə 5 çıxaram, qalacaq x. Bir dəfə də 3 plus x çıxaram, qalacaq 2. Qalacaq kök altında 6x vurulsun x plus 5. Və salamşalar gətirib bunu yuxarıda s-in yerinə yazarım. 2 vurulsun kök altında 6x x plus 5 böl 10 üstəgəl 2x də bərabərdir radiusa da, yəni 2-yə. İndi uşaqlar, bu 2 ilə bu 2 ixtisara gedər, burada 1 qalır. Çarpaz da vursam kök altında 6x x üstəgəl 5 bərabərdir 10 plus 2x. Kvadrat hissəsindən burada olacaq 6, burası plus 30x bərabər olacaq 4x kvadrat üstəgəl 40x üstəgəl 100. Sola keçir desəm 4x kvadratı 6x kvadratdan çıxsam qalacaq 2x kvadrat, 30x-dən 40x çıxsam çıx 10x, çıx 100. Hər tərəfdə 2-yə bölsəm hasili deməli mənfi 50, cəmi mənfi müsbət 5. 10 ilə mənfi 5-dir də uşaqlar. Mənfi 5 10-a vuranda mənfi 50 eləyir, toplayanda da müsbət 5. İndi bizdə tərəf mənfi olmadığını bilirik, ona görə cavab olacaq. İkinci yol uzundur biraz. Amma əzbərçi olmayanlar üçün, yəni riyaziyyatı sevənlər üçün ikinci yol daha gözəl görünəcək. Təbii ki, riyaziyyatı sevməyənlər üçün və yaxud da qısa yolla həll etmək istəyənlər üçün də düstur daha gözəl görünəcək. Fərqi yoxdur uşaqlar, hər ikisi doğrudur, seçim sizindir. Gəldi 20-ci suala. Ən kiçik bucaq qarşısındakı tərəfi 10 olan üç bucağın perimetrin ən kiçik tam qiymətini tap. Uşaqlar, ən kiçik tərəf tutaq ki, burada 10-dur. Bərabər yanlı deyirsə, bərabər yanlı demir. X, bu da olsun Y. X və Y. Ən kiçik tərəfi 10-dur. Əslində uşaqlar, şifahi şəkildə yazmağımız mümkündür. Baxın, ən kiçik tərəf 10-dursa, deməli digər bu x tərəf 10-dan böyükdür də. Aydındır. Deyək ki, məsələn, 10,2-dir. Y də ondan böyükdür. Bu da olsun 10,3. Və s. və s. də bundan böyükdür. Perimetrdə təxmin nə olacaq? 10,2 üstəgəl 10,3 üstəgəl 10. Perimetr bundan böyükdür. Bu da olacaq 30,5. 30,5-dən də təxmini qiymətdir də bu. Ən kiçiyə də dansıdır 31. Deməli cavab oldu 31. Və sana çox gözəl asan sual. 21. M kiçikdir 0 olarsa A 1/5M, B 1/7M, C də 1/9M ədədlərini müqayisə edir. Uşaqlar, indi M mənfi ədəd olduğu üçün M-ə mənfi 1 verərəm özümdən. Fərqi yoxdur da. Mənfi 1 versəm, A bərabər olacaq mənfi 5-də 1, B bərabər olacaq mənfi 7-də 1, C bərabər olacaq mənfi 9-da 1. Müqayisə eləyin deyirsə, indi uşaqlar, normalda biz dedik ki, sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. Normalda 5-də 1 böyük olmalıdır 7-də 1-dən, o da böyük olmalıdır 9-da 1-dən. Amma mənfi olduğu üçün tamamilə tərsinə olacaq. C böyükdür B, o da böyükdür olacaq A-dan. 22. Tam hissəsi kəsir hissəsindən 3 dəfə böyük olan ədədlərin cəmini tap. Uşaqlar, bu çox gözəl sualdır.
Burada biraz məntiq işlətməlisiniz. Necə ola bilər? Deməli, birincisi tam hissə kəsr hissəsindən böyükdür deyirsə, bu mənfi ədəd ola bilməz. Çünki mənfi ədədlərin tam hissəsi mənfi olur, amma kəsr hissəsi müsbət olur. Yəni kəsr hissə həmişə böyük olur. Deməli, bu mənfi ədəd deyil, müsbət ədəddir. Və uşaqlar, məsələn deyirəm 9,3. 9,3. Tamam uşaqlar, tam hissəsi olsun 9. Kəsr hissə bundan 3 dəfə kiçikdir axı. Kəsr hissə gərək 3 olsun, düzdür? Uşaqlar, kəsr hissə 3 ola bilər? Xeyr, 3 tam ədəddir. Məsələn, 6 olsa tam hissə. Bundan 3 dəfə kiçik, kəsr hissə gərək 2 olsun. 2 də tam ədəd daxil olmaz. Demək uşaqlar, biz elə bir tam hissə götürməliyik ki, 3-ə böləndə 0-dan 1-dən kiçik olsun. Məsələn, uşaqlar, 3-ün özünü götürsən. Ədəd 3 olsa, tam hissəsi bundan 3 dəfə kiçikdir, 1 olar. 1 də tamdır. Deməli, 3 ola bilməz. 2 olsa, kəsr hissə 3-də 2 olacaq. 3 dəfə kiçik. Birinci ədədimiz oldu, 2,3-də 2. Sonra 1 olsa, 1-i də 3 dəfə kiçik eləsəm, 3-də 1 olacaq. Bəli, uşaqlar, 1,3-də 1 də doğrudur. Tam hissə 0 olsa gərək kəsr hissədə 3 dəfə kiçik olması üçün 0 olsun. O da bizim şərtimizi ödəmiş. Deməli, sadəcə 2 dənə ədədimiz var. Bizdən də bunların cəmini soruşur. 3 plus 4 eləyir. Cavab oldu 4. 23. X çıxı 2 və x plus 2 ədədlərinin həndəsi ortası 4 olarsa, x-in müsbət qiymətini tapın. Həndəsi orta kök altında ədədlərin hasili, kökün dərəcəsində isə onların sayıdır. Sayı 2-dir yazılmır. Bərabərdir 4-ə. Hər tərəf bu kvadratlar fərqidə olur. X kvadrat çıx 4 bərabərdir 4-ə. Hər tərəfdə kvadrata yüksəltsəm, x kvadrat çıx 4 bərabər olacaq 16. Uşaqlar, indi müsbət qiymətini soruşur deyə modulda yazmıram. Normalda modulda yazmalıdır. X kvadrat bərabərdir 20. X də bərabərdir kök altında 20. Məsələn, müsbət qiyməti kök altında 20-dir. Və yaxud da 2 kök 5. 24. Deməli, uşaqlar, video dayanmalı olmuşdu. 24-də qalmışdıq deyəsən. Baxaq. K nöqtəsi M parçası üzərindədir. Bir dənə M parçası çəkək. Bu olsun M, bu da olsun M. M. Və K nöqtəsi də burada götürək. M, yəni bütöv KN-dən 3 dəfə KM. Hə, uşaqlar, KM buradır. KN başa düşdü. MN nöqtəsi KM-dən 3 dəfə böyükdür. Aha. Deməli, onda bura x olsa, MN bütöv 3 dəfə x-da, onda bura qalır 2x. S nöqtəsi isə M ilə K arasındadır. S nöqtəsi isə M ilə K arasındadır. Burada da bir S nöqtəsi götürək. Bura x olsun, bura 2x olsun. S ilə 2x tamam. MS n'dir. Bax, bura n'dir. NS də m'dir. NS də m'dir. Və uşaqlar, x-i də belə yazaq. Bax, bura x-dir. Burada 2x-dir. Bax, bu hissəni n ilə işarə eləyək. İndi uşaqlar, KS bərabərdir, x çıxılsın n. Baxın, diqqətlə yazın. KS bərabərdir, x çıxılsın n. Düzdür, x bura qədərdir. Bundan n-i çıxsam, KS qalar. İndi uşaqlar, bütöv 3x-da bərabər nəyə? M plus n-ə. Buradan x nəyə bərabərdir? M plus n bölünsün 3. Bunu gətirək, burada x-in yerinə yazaq. Bərabərdir. M plus n böl 3 çıxılsın n. Ortaq məxrəcə gətirsəm, m plus n çıx 3n olacaq. Bu da olacaq m çıx 2n bölünsün 3. M çıxılsın 2n bölünsün 3. Mn ilə ifadə elədi 24. KSN. Nasıl? Maral sualidir bu da. Gəldi 25-ə. D1 D2-yə paraleldir. Alfanı bizdən soruşur. Uşaqlar, baxın, bunu uzadaram. Bunu da uzadaram. Bilirik ki, buradakı bucağın cəmi bizə buradakı bucağı verəcək.
40 ilə 50-ni cəmi bura oldu 90 dərəcə. Bunu da uzadaram, qonşusunu taparam. Bura 90-dırsa, burada 90-dır da uşaqlar. 90 dərəcədir. Və uşaqlar, bu üç bucağa diqqət edin, bu balaca üç bucağa. Üçü də xarici bucaqdır. 90 da, alfa da xarici bucaqlardır. Olacaq alfa üstəgəl alfa üstəgəl 90 dərəcə bərabərdir 360 xarici bucaqların cəmi. 2 alfa bərabərdir 360-dan 90 çıxsam 270 dərəcə. Alfa da bərabərdir 135 dərəcə. Və salam, alfamız da oldu 135 dərəcə. Uşaqlar, ümid edirəm ki, izahları bəyəndiniz. Uşaqlar, bazar günü, yəni sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, yüksək nəticə göstərəcəksiniz. Mütləq şəkildə bundan sonra da bütün sınavlarda iştirak edin. Hər birinizə uğurlar. Ödənişsiz qruplarımıza da qoşulmağı unutmayın. Sağ olun, hər birinizə uğurlar.